Burada demək qapılarımız 125 manatdan başlayır. 125 manatdan başlayan çeşidlər hansılardır? Bunlar üzəri maşın boyasıdır və 185 manatdan 185 manata başlayır. daxil olan qapılar 4D MDF-dir, üzəri 3 qat maşın boyalıdır, bəli. 4D MDF-lə qapı alışı zamanı bütün qapıların çeşidindən, modeldən fərqli olmayaraq üzərində həmən qara açar dəsti, zamok dəsti üzərində hədiyyə olunur, verilir. Bölgələrə də çatdırılma var, çatdırılma ödənişsizdir. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplanıcı mağazadan detallı video çəkib hazırlayacaq ki, bu mağaza digər videolarımızdan fərqli olaraq Sədərək, Abşeronda deyil, Yevroxon bazarında yerləşir. Yevroxon Biləcəri, Sumqayıt yolunun üstündə olan Xırdalan dairəsi yaxınlığında. İnşallah indi birazdan içəri keçib ümumi olaraq mağaza haqqında, mağazadakı çeşitli qapılar haqqında detallı sizlərə məlumat verəcəm. Mağaza yerləşir Yevroxon bazarı, sıra 1, mağaza 43, brend qapılar. Ümumi olaraq mağaza haqqında məlumat verim ki, mağazadakı qapılar Rusiya istehsalıdır. Birbaşa toptancı olaraq bu mağaza tərəfindən ixal olunur. Həm pərakəndə, həm də topdan satış həyata keçirilir. Bölgələrə də çatdırılma var, çatdırılma ödənişsizdir. Ümumi olaraq qapılar başlayır topdan qiymət 125 manatdan, modelə görə, çeşidə görə dəyişir. İndi keçib inşallah mağazadan sağ tərəfdən başlayaraq ümumi qapı çeşidləri ilə və qiymətləri ilə sizlər tanış edək. İndi isə mağaza rəhbəri Ülvi bəy bizə ümumi olaraq fəaliyyətləri haqqında və mağazada olan çeşidlər haqqında, qapı çeşidləri haqqında, material haqqında detallı məlumat verəcək. Daha sonra isə qeyd etdiyim kimi mağazadan başlayaraq sağ tərəfdən ümumi olaraq bir-bir çeşidlərlə, material və qiymətlərlə sizləri tanış edəcək. Salam Ağacan bəy, xoş gəlmisiniz, həmişə siz gələsiniz. Təşəkkürlər, var olasınız. Zəhmət olmasa bizə izləyicilər üçün ümumi olaraq mağazadan fəaliyyət, neçənci ildən fəaliyyət göstərirsiniz, digər satış ünvanları varmı? Məhsullar hardan ixal olunur, material, keyfiyyət, ümumi bunlar haqqında ilkin qısa məlumat verin. Qapılarımız Rusiya istehsalıdır. 2014-cü ildən fəaliyyət göstərdik. Bakıda 2 mağazamız var, pərakəndə olaraq. Biri yerləşir Yevroxon Biləcəri, Xırdalan dairəsi, sıra 1, 43-cü mağaza. Biri isə Həsən Əliyev 15-də yerləşir. İstehsal Rusiya istehsalıdır. Qapıların materialı isə keyfiyyətindən asılı olaraq dəyişir. Tamam. Ümumilikdə təxminən neçə çeşidir məhsul? 50 çeşidə yaxın məhsullarımız var. 50 çeşidə yaxın məhsulu var və hər biri də fərqli qiymət və bəli, hər biri öz keyfiyyətinə görə fərqli qiymətlərdən başlayır. Əsasən 125 manatdan başlayır qapıların qiyməti. Minimal olaraq 125 manat, pərakəndə qiyməti. Zamok dəsti 3 ədəd qara petlə daxildir qiymətə. Minimal olaraq qapı çeşidləri bu mağazada başlayır 125 manatdan və zamok, açar daxil, çatdırılma bölgələri də keçərlidir, ödənişsizdir yəni. Həm Bakı daxili, Bakı ətrafı, həmçinin də bölgələrə ödənişsiz şəkildə çatdırılma olunur. Amma quraşdırılma təbii ki, əlavə ödənişdir. Bakı şəhəri üzrə olsa, bəli, əlavə ödənişdir. Rayonlara quraşdırılma xidmətimiz yoxdur hələ ki. Əgər biz regiondan izləyənlər varsa, bölgələrdən izləyirsinizsə, bölgələrə ödənişsiz şəkildə, tam ödənişsiz şəkildə çatdırılma olunur. Naxçıvan daxildir. Bəli, çatdırılmamız var. Naxçıvana qədər bölgələrə, regionlara çatdırılma olunur ki, kim ki bu videonu izləyir, rahat şəkildə qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlaya bilər. Həmçinin bu mağazanın Instagram sosial şəbəkəsində də detallı şəkildə məhsulları paylaşır ki, bir-bir oradan da tanış ola bilərsiniz. Sifarişi daha sonra isə WhatsApp üzərindən qeyd etdiyimiz əlaqə nömrələrinə yazmaqla, oradan skrin edib göndərməklə qiymətini maraqlana bilərsiniz. Həm topdan, həm pərakəndə qiymətini daha sonra rahat şəkildə sifarişinizə edə bilərsiniz. İndi isə demək, girişdən sağ tərəfdən başlayaraq çeşidləri bir-bir sizlərə göstərək. Daha sonra isə hansının qiymətini deyə biliriksə, pərakəndə qiymətini sizə deyəcəyik ki, hər dəfə soruşursunuz, qiymətləri deyək deyə. Nümunə olaraq arasına bir neçəsini sizə pərakəndə olaraq daha çox satılan, daha məşhur olan modellərin inşallah qiymətləri ilə bir yerdə təqdim edəcək. Onu da nəzərinizə çatdırım ki, burada həmçinin hissəli alışla, yəni kreditlə də satış mövcuddur ki, mağazanın əməkdaşlıq etdiyi bank olmayan kredit təşkilatları var. Mağazaya gəlmədən şəxsiyyət vəsiqənizi göndərməklə öyrənə bilərsiniz ki, sizə kreditə düşür yoxsa yox. Onda qeyd edim ki, yalnız gəliri olan şəxslər və gecikməsi olmayan şəxslər istifadə edə bilər bu fürsətdən. Əgər gəliriniz yoxdursa və yaxud da adınızda gecikmələr varsa, təəssüf ki, digər təşkilatlarda, kredit banklarda olduğu kimi burada da, yəni bu təşkilatlarında sizə həmən kredit ayırması mümkün olmayacaq. Amma birbaşa büdcəniz çatmırsa, toplu şəkildə, yəni evinizin qapılarınızı dəyişməyə və yaxud da əlverişli deyilsə, yenə də mağazanın təklif etdiyi bu fürsətdən yararlana bilərsiniz.
mağazaya gəlmədən regionlarda fəaliyyət göstərirsə, şəxsiyyət vəsiqənizi göndərisi şəklini təşkilata göndərilir, əlaqə saxlanılır. Əgər sizə düşürsə, daha sonra həmən kredit təşkilatı tərəfindən sizə əlaqə saxlanılır, digər məlumatlar dəqiqləşdirilir, ondan sonra sizə ayrılacaq kredit məbləği haqqında məlumat verilir. İndi isə keçirik, qeyd etdiyimiz kimi inşallah qapıları sizlərlə detallı tanış edək. Demək, indi isə Ülvi bəy bizə buradan başlayaraq qapı çeşidlərinin haqqında məndə bu barədə çox məlumat olmadığı üçün Ülvi bəydən xahiş etdi ki, bizə ümumi sizlər üçün də, bizlər üçün də geniş məlumat olaraq özü verməyə daha yaxşı olar. Demək, buradan başlayaraq bu qapı çeşidləri adlanır. Demək, Boyalı qapılarımız boyalı qapı 185 manatdan başlayır. Qiymətə çatdırılma və qarazamıq dəsti daxildir həmçinin. Orta hissəsi 4'lü MDF-dən ibarətdir. Üzəri 3 qat maşın boyalıdır. Demək, bütün qapıları alış zamanı üzərində həmən adlandığımız göstərə bilirik. Göstərə bilirik, göstərmirik. Gördüyünüz, burada gördüyünüz qarazamıqların hamısı daxildir. Ancaq bunlar. Demək, qapı alışı zamanı bütün qapıların çeşidindən, modeldən fərqli olmayaraq üzərində həmən qara açar dəsti, zamok dəsti üzərində hədiyyə olunur, yəni ki, qiymətə daxildir və burada həmən açar dəstinin 5 çeşidi var ki, özünüz fərqli zövqünüzə uyğun olanını seçə bilərsiniz. Üzəri maşın boyasıdır və 185 manatdan manata daxil olan qapılar 4'lü MDF-dir, üzəri 3 qat maşın boyalıdır, bəli. 4'lü MDF-lə olanlar, izləyicilər diqqət eləsin ki, burada MDF-in qalınlığına görə, bəli, qiymət dəyişir. Minimal olaraq bu qiymət həmən nümunə qapılar, bunlardır ki, 185 manatdan başlayır. Bunlar isə adlanır şəbəkə qapılar. Şəbəkə qapılar, bəli. Şəbəkə qapılar isə başlayır 260 manatdan. Şəbəkə qapılar 260 manatdan başlayır, yenə də qalınlığına görə qiymət dəyişir. Daha sonra buradan boyunca fərqli digərlərindən bir fərqli olan qapı çeşidlərini göstərək. Bunlar hansı çeşidlərdir? Bunlar necə adlanır? Onlar 6'lıq MDF. Bundan sonra isə həmən 6'lıq MDF adlandırdığımız ölçüdə olan qapı çeşidlərdir ki, üzərinin yenə teksturasına, dizgisinə görə fərqli modelləri var. Gördüyünüz burada ki, qapı çeşidləri, yəni nümunə olaraq təbii ki, bildiyiniz kimi nümunə olaraq qoyulub. Fərqli risunkalarda yenə qeyd etdiyim kimi Instagram üzərindən mütəmadi şəkildə paylaşımlar olunur modellər haqqında. Oradan izləyib seçimlərinizi daha rahat şəkildə eləyə bilərsiniz. Burada da yenə fərqli, bunlar da 6 MDF gedir. Onların 4 də var, 6 da var, 8 də var. Bəli. Mağazada olan İndi məsəl üçün eləsi var ki, bunun ancaq 6'lıq MDF-i var. Aha. Amma əksər qapı çeşidlərini... Əksərin bəli, işlək qapıların hamısına 4, 6, 8. 4, 6, 8. Bu da ki, təbii ki, 4'lü 185 manatdan başlayır, 6, 8 MDF qalınlığına görə qiymət dəyişir. Daha sonra isə həmən qapıların fərqli rəngdə olan, zəhmət olmasa daha... Boz, açıq boz rənglər. Tündü boz, daha sonra biraz açıq boz. Və mokko rəng. Nə rəng? Mokko. Mokko bu rəngdir. Bəli. Mokko adlandırdığımız həmən bu rəng son illərdə dəbdə olan həmən bu rənglərdir. Bəli. Trenddə dəbdə olan ən çox videolarda filanda Instagramda rastıma çıxır bu boz rəng, amma boz rənglər elə bir çox istifadə olunur. Bu rənglər də çox gözəl görünür. Yenə də topdan və yaxud da pərakəndə şəkildə eviniz üçün almaq istəyənlər hər dəfə qeyd etdiyimiz kimi ən azından bir dəfə, yəni pərakəndə alırsınızsa o heç bir dəfə məcbur gəlməlisiniz. Amma topdan alırsınızsa, mütəmmadi alışını həyata keçirmək istəyirsinizsə, davamlı şəkildə sizə göndərilsin. Ən azından bir dəfə mağazaya gəlib çeşidlərlə, materialla, keyfiyyətlə toxunaraq tanış olun. Daha sonra isə bölgədə yaşayırsınızsa, Bakı ətrafı fəaliyyət göstərirsınizsə, gəlmədən belə yenə əlaqə saxlayıb onlayn qaydada WhatsApp üzərindən sifariş edə bilərsiniz. Həm görüntülü şəkildə yığmalar mümkündür. Bəli, region. Problem yox. Görüntülü şəkildə də WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Bir yenə baxıb seçim eləyə bilərsiniz. Qiymətlərini öyrənib daha sonra sifarişinizi edə bilərsiniz. Daha sonra yenə də burada fərqli biraz açıq rəngdə olan cappuccino, açıq kafeini olan bir rəng. Bu rəng vanil rəng. Vanil rəng gedirəm. Vanil rəng, bu rəng isə biraz maviyə çalan. Bunlar ağ deyil, düzdürmü? Ağdır. Ağ sayılır. O ağdır, bəli. O membrandır. Düşür deyə biraz elə mavi. Bunlar membran qapıları. Bəli, onlar membran. Membran haqqında da məlumat verə bilirsə, başqa çeşidlər var. Membranlar isə başlayır 145 manatdan. Bunlar membran deyil. Bax budur bir dənə membran. Bunlar ücü baget qapıdır. Membran iki çeşidimiz var. Membran üzlüklü olan
Bu iki qapımız var ki, demək pərakəndə qiymət 145 manat. 145 manatdan başlayır. Yenə də açar zamok dəsti üzərində hədiyyə. Bunlar da yenə həmən Bunlar isə 6-lıq MDF baget qapılardır. baget qapılar. Bəli. İndi isə mağazanın digər hissəsində yerləşən baget qapı çeşidlərindən göstərəcəyik ki, onu da nəzərinizə çatdırım ki, bu qapılar hamısı 8'lik MDF MDF ilə hazırlanan qapı çeşidləridir. Bax gördüyünüz bu məndən sağ tərəfdə olan qapı çeşidləri. Bunlar da yəni son dəbdə olan qapı çeşidləri olduğu üçün sizə öncə həmən trenddə daha çox alınan, daha çox soruşulan qapı çeşidlərini, daha sonra isə digər çeşidlərdə inşallah tanış edəcəm. Gördüyünüz, qeyd etdiyim kimi bu divar boyunca olan qapı çeşidləri baget qapı çeşidlərinə adlanır ki, burada da yalnız 8'lik MDF-dən istifadə olunub, keyfiyyət olaraq daha üst keyfiyyət sayılır. Boya olaraq da yenə eyni qaydada maşın boyası deyilən həmin boyadan istifadə olunur. Bunlarda sadəcə gördüyünüz kimi çıxıntıları biraz daha qabarıq şəkildədir. Rəng olaraq 4 rəng çeşidi var. Ağ rəngdir, boz rəngdir, moko rəng, bir də vanil rəng. Düzdürmü? Vanil rəng. Demək, burada baxın ağ çeşid. Həmən bu çıxıntıların kənara çölə olan modelləri, bir də var içəri olan, oyma olan, fərqli biraz daha çıxıntısı az və içəri olan oyma modelləri var. Burada da yenə orta teksturası fərqli olan çeşidlər var. Hal-hazırda əgər ev təmir etdirirsinizsə, qapılarınızı yeniləmək istəyirsinizsə, yaxınınızda, dostdan, tanışdan qapı ilə bağlı söhbətlər gedirsə, bu toplantısını tövsiyə edə bilərsiniz. Gəlib qiymət təklifi ala bilərlər, çeşidlərlə maraqlana bilərlər, gəlmədən belə yenə əlaqə saxlayıb öyrənə bilərlər. Bunların da yenə həmçinin şüşə ilə olan, orta hissəsi şüşə ilə olan modelləri var. Görüntü olaraq, yəni videodan bilmirəm necə təəssürat bağışlayır, amma belə çox gözəl, maraqlı, fərqli görüntülər var. Hündürlük olaraq onu qeyd edim ki, baxın burada daha rahat şəkildə görmək olur hündürlüyünü. 2 metr 20 santı olan hündürlükdə olan çeşidlər də var, eyni baget qapılarının və 2 metr 5 santı olan çeşidlər də var ki, evinizin hündürlüyünə görə yeni tikililərdə biraz daha hündür olur tavan. Hündür qapılardan istifadə edə bilərsiniz. Köhnə tikililərdə isə alçaq olduğuna görə yenə alçaq çeşidlərini seçə bilərsiniz. Burada da həmən boz rəngdə olan çeşididir. Bunlar isə demək, nə rəng? Vanil rəng olan qapı çeşidləridir ki, burada yer alıb. Daha sonra isə baget qapılardan sonra keçirik. Öncə də qeyd etdiyimiz 125 manata olan çeşidləri göstərməyə çalışacağım sizə. Ən çox istifadə olunur, gördüyüm qədərilə, indi inşallah Ülvi bəydən də soruşarıq. Ən çox şirkətlərdə, daha çox ofis qapılarında rast gəlmək olur. Bir də ən çox ev elanlarında rast gəlinir bu, yəni özüm görmüşəm bu tipdə, bu rüsumkada qapıları. Ən çox bu makler evləri deyilən evlərdə. Makler tipli evlərdə. Hə. Həm onlar ucuz qiymətə evlər təklif edə bilirlər ki, belə təbii olaraq da yəni gərək istifadə olunan qapılardır, digər ləvazimatlardır ki, aşağı büdcəli olduğuna görə aşağı qiymətə də təklif edə bilirlər. Burada demək qapılarımız 125 manatdan başlayır. 125 manatdan başlayan çeşidlər hansılardır? Bunlar, bu əlimi vurduğulan bura kimi, yoxsa 3 dənə olanlar, bəli. 1 2 3. Bəli. Babalar da bura kimi. Deməli, bax görsənir. Deməli, dəyərli izləyicilər, 125 manata olan qapı modelləri babalardır. Budur, budur, bu, bunlar. Bəli. Bunlar daxil deyil. Bunlar isə 135 manatdan başlayır. 10 manat 10 manat fərqlə daha keyfiyyətli. Daha materialda artıq fərq edir. Bəli, əlbəttə. Bunlar karkazları taxta şam ağacıdır. Burası nə sayılır? Ortası 4 MDF-dir. Yox, bu Bu şüşədir. Bəli, şüşədir. Hə. Orta hissəsi şüşə, teksturalı, fərqli modelləri var. Rəng olaraq da bir 4-5 fərqli mebelin bir 3-4 rəngi var. Tonuna görə ağında bir 2-3 fərqli mirvari, düm ağ, biraz maloçnu, kofeyə çalan, kafeini, baxa belə biraz üzəri elə bil mərmər teksturalıdır, yaxından daha rahat hiss eləmək olur. Bunlar elə bil biraz daha fərqlidir bundan. Bəli.
Düzdür? Bəli. Bunlar Mərmər 135 adlan yoxsa 135-dir bəli. Bunlar da 135-dir. 135 hara kimi davam edir? Vəsə, Bura bitdi kimi. 135 bəli. Gördünüz, bura kimi olan həmən 125, 135, bunlar isə Bunların da qiyməti 205 manat şüşəsiz, 215 manat şüşəli. pərakəndəmiz. Bəli. Və pərakəndə ala biləcəyiniz qiymət 200. Şpon qapılar. Şpon Bunlar qapı şpon adlanır. qapı adlanır bəli. Şpon qapı çeşidləridir ki, demək 205 və 215 manat olaraq dəyişir. Bəli. Arası gördüyünüz kimi şüşələ olan çeşidləri var. Ortası xonça gedir bunlar deyəsən. Yox, xonça getmir elə. Ortası bu şəkildə işləməli. Həmçinin də şüşəsiz olan bu şəkildə birbaşa 4-lü MDF dedik. Altılıq Altılıq MDF-dir. MDF. Bunlar altılıq MDF-dir. Həmçinin Rusiya istehsalıdır. Çeşidlərlə də sumkalarla tanış olun. Bunlar venge rəng gedir. Nə rəng? Venge. Venger rəng. Bəli, venge rəng. Yəni, elə bil ki, Tünd şokolad rəngi də. aha, Bunlar isə arıq rəng gedir hesab olunur. fındıq qabığı. Bəli. Bunlar da eyni qiymətdir. 205, 215. Ən çox müraciətlər hansı qapılara da rəng Bunlara- olaraq, çeşid olaraq? Ağ vanil. O qaplarımız necə adlanırdı? Necə yəni? Çeşid olaraq onlar nə gedir? Belə baget odur, bunlar Yox, da var baget nəsə. deyil. Adi xonça qaplar. 2 xonça, 3 xonça qaplar. Videonun önündə qeyd etdiyimiz Ön- həmən öndə ilk çəkdiyimiz qapılar ən çox mağaza tərəfindən Bunlar isə satış fərqli olan. qiymətdir. Bunlar təbii şifondur. Bunlar 240 manat şüşəsiz, 250 manat şüşəli. boyasızdır deyəsən, yoxsa Boyasızdır, bəli. Ha, bunlar boyasız modeldir. Dərhal hiss eləmək olur və üzəri işləməli. Bunlar da 240 manatdan 240 şüşəsiz, 250 şüşəli. şüşələ 250. Zövqünüzə görə, evin dizaynına görə, nə bilim, Yaxşı. təmirinizə görə fərqli-fərqli modellərə uyğun gələn, əgər dizaynerlər istəyirsinizsə, onların da tövsiyəsini yenə özləri tövsiyə edirlər, amma özünüz təmir etdirirsiniz də zövqünüzə uyğun. Yenə qeyd etdim ki, 50 çeşid fərqli qapı çeşidləri var ki, özünüz bəyəndiyinizi seçə bilərsiniz. Burada da açar çeşidləri. Müştəri istəyinə uyğun qiymət fərqi ilə açar çeşidləri var, bəli. Yəni rozet tipli açar çeşidlərdir ki, daha uyğun qiymətə, yəni qapını buradan aldığınız halda açarlar sizə daha uyğun qiymətə, belə deyə, təklif oluna bilər. Bunlar da yenə gördüyünüz kimi ümumi olaraq burada bir 50-yə yaxın çeşidi var. Rənginə görə, dizaynına görə yenə də özünüz bəyəndiyiniz açarlıqlar da buradan da sifariş eləyə bilərsiniz. Daha sonra bizim göstərəcəyimiz çeşidlər adlanır. Bunlar Qızılı modellər. qızılı modellər. Qızılı modellər adlanan O tərəfdə. demək, çeşidlərlə də inşallah Həm başlayaq vanil sizə. qızılı, həm də ağ qızılı. Elə birinci oradan başlayaq. Həm vanil qızılı, Həm daha də biraz- ağ qızılı, bəli. Həm də düm ağ olan Düm ağ qızılı qızılı, işləməli modellər. Divan. Baxın buradan zəhmət olmasa götür. Bu orta hissədə olan həmən çeşidlər və qızılı model çeşidlərdir ki, gördüyünüz kimi bu hissə demək, vanili qızılı, Vanil qızılı, bəli. digər hissədə isə ağ qənəli. Bunlarda nə deyə bilərik, hansı məlumatları verə bilərik? Bu Bunlar çeşidlərdə? 3 qat maşın boyalıdır, karkazları taxta şam ağacıdır, orta hissəsi də altılıq MDF-dir. Hamısında. Hamısında altılıq MDF-dir, bəli. Hamısında orta hissə altılıq MDF-dən istifadə olunub. Yenə də buranın da şüşəli və şüşəsiz olan bütöv taxta modelləri var. Sadəcə yenə də burada fərqli teksturada, fərqli cizgilərlə işlənmiş çeşidlərini görə bilərsiniz. Ümumi olaraq hamısını bir-biri göstərək. Burada şüşəsi fərqli rənglənmiş şüşəli çeşidlər də var. Bunlar qiymətə təsir eləyir yoxsa Yox. Edir? Yox, etmir. Baxın burada belə fərqli boyanmış, belə maraqlı görünüşdə olan çeşidlər də var. Belə gördüyünüz şüşəli var, daha sonra belə şüşəli var. Birbaşa bu şəkildə olan, bu formada olan, teksturada olan çeşidlər var. Daha sonra belə yenə üzəri işləməli, fərqli rəngdə olan teksturasına görə, cizgilərinə görə çeşid boldur.
yenə zövqünüzə uyğun olan çeşidləri rahat şəkildə gəlib buradan seçə bilərsiniz. Digər ikinci qeyd etdiyimiz cizgili həmən bu ağ çeşidlərdir. Ağ çeşidlərdə qızılı qiymət olaraq rəngdə təsiri var, Ülvi bəy? Yox, yox. Qiymət olaraq Rəng seçimində fərq yoxdur. Fərqi yoxdur. Qızıl modellərdə fərq yoxdur, bəli. Burada da həm qızılı işləməli var, həmçinin də gümüşü bunlar. Bunlarda da membran var, boyalı var. Membran var, boyalı var. Bəli. Demək qeyd etdiyimiz kimi həm membranlı bu çeşidlərin, qızıl çeşidlərinin membranlı aşağı büdcə, həmçinin də membran aşağı sayılır da, düzdürmü bu digərindən fərqli olaraq. Həmçinin də belə altılıq MDF ilə olan ağ və ağ qızılı və gümüşü qızılı olan çeşidlər var. Yenə də burada zövqünüzə uyğun, evinizin rənginə düşən rüsumkanı və qızılı və yaxud da gümüşü olduğuna görə əldə edə bilərsiniz. Baxın, düm ağ olan modeldir. Burada da son olaraq belə yenə qızılı, şüşəli və sadə olan modeli görürsünüz. Ümumi olaraq demək sizi bütün çeşidlərlə göstərməyə çalışdıq. Arxa fonda da maksimum ümumi olaraq daha yaxından göstərməyə çalışacağıq. Təkrar olaraq bildirim ki, bu mağazanın, satış mağazasının həm Həsən Əliyev 15 ünvanında olan satış mağazası var ki, yenə qeyd etdiyimiz əlaqə nömrəsinə əlaqə alıb, əlaqə nömrəsi ilə daha da dəqiqləşdirə bilərsiniz nəyin yaxınlığında yerləşir. Location vasitəsilə də, yəni WhatsApp üzərindən location da göndərə bilərlər. Rahat şəkildə gedib mağazanı tapmaqdan ötürü. Həmçinin də Eurohome Biləcərə gedir, yəni yerləşir Xırdalan dairəsinin yaxınlığında Eurohome'un birinci sırası 43-cü mağaza Brend 43-cü mağaza Brend qapılar. Instagram adresində təkrar olaraq burada qeyd edirəm ki, keçid edib rahat şəkildə oradan izləyə bilərsiniz. Çünki onunla da bağlı çox soruşurlar. Instagram adresi olsun, nə bilim WhatsApp qrupu olsun. Bu satış, yəni WhatsApp qrupla bu məhsullar satılası məhsul olmadığı üçün burada da həmin WhatsApp qrupdan istifadə olunmur. Bu qədər dostlar, ümid edirik ki, kimlər ki bu sahə ilə maraqlanırdı, evlərini yeni təmir etdirirdi və yaxud da qapı axtarışında idi, bu video sizlər üçün faydalı olacaq. Bizdən düzdür, elə çox sayda istəyən olmamışdı, amma bu sahəndə də soruşanlar, maraqlananlar var. Təmirlə bağlı sonuncu çəkdiyimiz modelərdən sonra qapılar da soruşan olmuşdu. Onun üçün elə fürsət varkən gəlib çəkib sizə təqdim etmək istədik. Kanala abunə deyilsinizsə, abunə olun, videonu bəyənin və ətrafınızda qeyd etdiyim kimi bu çeşid məhsullar axtaran varsa, bu videonu da həmin şəxslərə göndərin ki, onlar da tanıyıb, yararlansınlar, alış etmək istəyirlərsə, sualları varsa, yenə əlaqə saxlayıb öyrənsinlər. İzlədiyiniz üçün təşəkkürlər.